Hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamış, Məmməd Yusif Cəfərov artıq özündən söz etdirmişdi. Belə ki, gənc hüquqşünas 27 yaşında Rusiya İmperiyasının 4-cü Dövlət Dumasına seçilmişdi. Dumadakı çıxışları zamanı o, Çar hakimiyyətinin Azərbaycanda yeritdiyi siyasəti sərt tənqid edirdi. Ürəyi azadlıq eşqi ilə alovlanan Məmməd Yusif Cəfərov müstəqil Azərbaycan dövlətinin yaranmasının tərəfdarı idi. O 1918-ci ilin 28 mayında İstiqlal bəyannaməsinin qəbul olunmasında iştirak edib. Azərbaycanın müstəqillik əldə etdiyi ilk vaxtlarda isə əvvəlcə Ticarət və Sənaye Naziri təyin olunur. Sonradan isə Xarici İşlər Nazirliyi onun sərəncamına verilir. Bu postda olarkən o Gürcüstanla hərbi müdafiə haqqında müqavilə imzalayıb. Məmməd Yusif Cəfərov həm də Azərbaycan Xalq Cümhuriyyətində qanunların tənzimlənməsi sahəsində işlər görüb. Belə ki, o, dövlətin parlamentində sədr müavini kimi fəaliyyət göstərib. Parlamentin sədri Əlimərdən bəy Topçubaşov Bakıda olmadığı üçün onun səlahiyyətlərini sədrin müavinləri icra edirdi. Parlamentin qurulduğu 1918-ci ilin dekabrından etibarən onun vəzifələrini Həsən bəy Ağayev həyata keçirirdi. Lakin 1920-ci ilin fevralında Həsən bəy Ağayevin xəstəliyi səbəbindən bu işi davam etdirə bilməməsi yekunda yeni müvəqqəti sədr müəyyənləşdirilməsinə səbəb oldu. Bu zaman Məhəmməd Əmin Rəsulzadə Məmməd Yusif Cəfərovun seçilməsini təklif etmişdi. Həmin təklifə 47 nəfər lehinə səsini verərək dəstək olmuşdu. Onun sədrliyi altında ictimai, iqtisadi və mədəni inkişafına yönəlmiş qanunlar, qərarlar qəbul olunub. 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin son iclasına da sədrliyi Məmməd Yusif Cəfərov edib. O iclasa bu sözlərlə başlamışdı. Fövqəladə iclas açıq elan edilir. Seçilmiş komissiyanın izahatı müzakirəyə qoyulacaqdır. Mən istəyirəm bizim bu tarixi iclasımızın qapalı və ya açıq olmağı barədə fikrinizi bilim. Həmin iclas zamanı parlamentin qapıları xalqın üzünə açılmışdı. Məhəmməd Əmin Rəsulzadə demişdi ki, cənablar, çıxardığımız tarixi qərarı millətdən bixəbər çıxarmayaq. Ölkə parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin. Ona görə də təklif edirəm ki, məclisimizin qapılarını millət üzünə bağlamayaq və millətdən bixəbər qərar qəbul etməyək. 3 saata yaxın davam edən iclasda verilmiş son qərara da imzanı məhz Məmməd Yusif Cəfərov atmışdı.